9-cu siniflər, bu məsləhət, bu video sizin üçündür. Səhifəni izləyin, bismillah, getdik. Deməli, uşaqlar, sizin imtahana təxminən 3-4 ay zamanınız qalıb. Sizə ən böyük məsləhətim odur ki, bu qalan zamanı maksimum güclə çalışın ki, 10-cu, 11-ci sinifdə artıq sizin düzgün xəritəniz müəyyən olunmuş olsun. Çünki mən hansı uşaqdan soruşuram, hansı valideyndən soruşuram ki, qrup nə olacaq? Deyir, 9-da yığacağımız baldan asılıdır. Yəni, sənin 9-cu sinifdə yığacağın balın əlində bir əsasdır ki, sən düzgün qrup seçimi edəsən. Amma burada incə bir detal var. Sən maksimum gücünlə riyaziyyatdan çalış ki, sabah 50 balı, 40 balı keçə bilməyəndə da birinci, ikinci qrupa getməyəsən. Gedəsən 3-ə, nə bilim 4-ə. Və yaxud Azərbaycan dilindən maksimum gücünlə çalış ki, sabah sən 50-ni keçməsən, qaydanı yaza bilməsən, biləcəksən ki, mən 3-cü qrupluq deyiləm. İngilis dilinin isə bir fərqi yoxdur. Ona görə uşaqlar, siz 9-cu sinif imtahanın xəfifə almayın. Yəni, zaten sən bunu elə ya belə onsuz da hazırlaşırsan, yəni sənə demirik ki, ekstra bir hazırlığına məşğul ol. Onsuz da bunu hazırlaşırsansa, bir zəhmət biraz daha çox çalış ki, sən artıq 2 il, qarşıdakı 2 il sənin vəziyyətinə çox böyük kömək eləyəcək. Yəni, çətinliyin olmayacaq elə də. 10-cu sinifdə istəsən hansısa fənlərdən getməyə bilərsən, ancaq blok fənlərinə hazırlaşa bilərsən və yaxud da 10-cu sinifi maksimum güclə çalışıb 11-i ancaq təkrar eləyə bilərsən ki, bu sənin artıq 550-nin 600-ün üzərində bal toplamağın deməkdir. Bizim 9-lar üçün, 10-lar və 11-lər üçün sürət qruplarımız var ki, yanvar ayından etibarən hər gün dərsdir. 11-lər imtahana gedənə kimi bütün proqramı 2 dəfə təkrar eləmiş oluruq. İstəsəz bu qrupa qoşulub və yaxud da standart 9 qrupumuza da qoşulub hazırlaşa bilərsiniz. Qoşulmaq üçün 055 597 0151-ə yazmağınız kifayətdir. Bu qədər. Sağ olun.